Xoş gördük əziz dinləyicilər. Ukrayna bataqlığında çabalayan Rusiyanın bu yaxınlarda çox gülməli bəyanatları var. Bu bəyanatların nə qədər əsəb içərisində deyildiyini də biz şahidi oluruq. Deməli, bilirsiniz ki, Avropa Birliyi Ukraynaya 90 milyard dollar 90 milyard euro pul ayırmışdı və bu günləri artıq Avropa Birliyi bu pulu təsdiqlədi. Bu pulu təsdiqlədikdən sonra biz Rusiyadan Lavrov tərəfindən belə bir açıqlama görür ki, o Avropanı qınayır, deyir ki, Avropa imkan vermir ki, Ukrayna güzəştlərə getsin. Artıq Avropanı qınayır. İkinci bir tərəfdən bilirsiniz, artıq sülh, daha doğrusu Ukraynada keçiriləcək referendum məsələsi müzakirə olunur və referendum məsələsi müzakirə olunduğu məqamda da bilirsiniz, artıq bu dövrlərdə Zelenski çox puxtələşmiş bir liderə çevrilib. O qədər o 4 il ərzində o qədər manevrlər etdi ki, bugün mən deyərdim ki, ən layiqli, ləyaqətli siyasətçilərdən biridir və onlar nə deyirsə, o da müəyyən mənada onlara güzəştə getməyə çalışır. Amma bugün Avropa Birliyindən də Kaja Kallasdan da bir açıqlama gəldi ki, ümumiyyətlə deyir, Avropanın belə ölkələrinin içində demək olar ki, əgər bir dövlət müharibə eləyirsə, əgər bir dövlətdə müharibə gedir, orada seçkilərin keçirilməsi qənaətbəxş deyil. Bu səhv bir addımdır. Artıq bu tərəfdən də baxdıqda biz Ukraynaya dəstəyin gəldiyini görürük. İkinci bir tərəfdən biz ki, Elon Musk'ın Starlinkləri bağlanması nəticəsində bugün məlumat yayılıb ki, artıq Rusiya ordusu Zaporojye istiqamətində müəyyən qədər geriyə çəkilib. Çünki əlaqələri saxlaya bilmirlər. Ukrayna bir sıra yerlərdə 16 kilometr müxtəlif yerlərdə irəliyə getdiyini məlumatı var. İkinci tərəfdə əsasında Belqradda da əhalinin işıqsız qalması, susuz qalması nəticəsində müəyyən mənada Rusiyaya, Moskvaya doğru bir qaçqın axını barəsində də məlumat gəlir. Nə qədər doğrudur, inşallah biz bunu gələn günlərdə biləcəyik. Yəni bütün bu hadisələr və ikinci də bu günləri həm Amerika tərəfdən, həm də Rusiya tərəfdən nədənsə çalışırlar ki, Ukraynanın deməli referenduma geçsin. Əlbəttə bu referendumda da bugün Zelenskinin vəziyyəti kifayət qədər yaxşıdır və o bu referendumda da zaten udacaq. Sadəcə olaraq burada bir tələskənlik görürük. Bugün Rusiya tərəfindən həqiqətən çox ciddi bir narahatçılıq görürük. Mən bu narahatçılığı bu formada izah eləyə bilərəm ki, xatırlarsınız, mən sizə dönəm-dönəm deyirdim və bu yaxınlarda da bildirmişdim ki, səhvlərimsə Geopolitical Future'nın verdiyi məlumat ki, 3 ay ərzində Rusiyada dəhşətli bir böhran gözləyir. Hətta Putinin belə məhv edilməsini belə görmüşdülər və bildirirdilər bu barədə. Əlbəttə bunu nəyə görə deyirlər? Çünki maliyyə qıtlığı həqiqətən çox ağır vəziyyətdədir. Artıq Rusiyanın kifayət qədər ağıllı insanları, maliyyəçiləri bildirirlər ki, Rusiya defolta doğru gedir və bu günləri Ukraynaya qarşı da referendumun keçirilməsi, Rusiya tərəfdə də bir tələskənlik görürük. Çünki Amerikada da bir növ Trump'ın vəziyyəti pisdir. Yəqin Rusiya da bunu görür. Deyir, indi istənilən bir hadisə bir baş versə, bu günləri Trumpsız qalan Putin tamamilə məhv ola bilər. Yenə də öz çıxış yolunu Trump'da görür ki, bəlkə müəyyən mənada uzu sulu onu bu döyüşdən, onu bu müharibədən məğlub edilmədən siması bir balaca qorunmaqla çıxardılmasını istəyir. Yəqin ki, bu tələskənlik ondandır. Yəqin ki, yaya qədər Rusiyada vəziyyətin həm maliyyə baxımından, həm ordu baxımından, həm silah təchizatı baxımından kifayət qədər ağır vəziyyətdə olduğunu artıq onlar başa düşüblər. Çünki Rusiyadan gələn açıqlamalar, Rusiya yetkililərin danışıqlarından hiss olunur. Həm bu tələskənlik hiss olunur, həm müəyyən mənada geriyə çəkilmə hiss olunur ki, mən düşünürəm ki, bunun səbəbi budur və inşallah ki, bunu həm Avropa da bilir, həm də Ukrayna bilir ki, bugün Rusiyanın vəziyyəti necədir. Çünki kəşfiyyat işləyir və kəşfiyyat da bilir ki, vəziyyət hansı vəziyyətdədir və düşünürəm ki, bugün həm də Avropa Birliyinin müəyyən mənada etibarlı baxımından, Avropa Birliyinin həm də özünə güvən baxımından yəqin ki, bunların hamısının öz təsiri var. Onlar da Rusiyanın hansı vəziyyətdə olduğu bilirlər və Ukraynanın tələm-tələsik özündə müharibənin dayandırılması və ya da atəşkəsə gedilməsini belə Avropa belə istəmir. Çünki müəyyən bir dövrdə davam etdikdə, çünki Ukraynanın kifayət qədər maliyyəsi var, müəyyən bir dövrdə davam etdikdən sonra düşünürəm ki, Rusiyanın həqiqətən çöküşü göz qabağındadır və bunu Rusiya artıq özü də hiss edir. Təşəkkür edirəm diqqətinizə görə.